Dəfə xanım, bax bu yaxınlarda biz bir ailəyə getmişdik rayonda. Deməli cavan gəlindi, bir ayın gəlinidir. Bəy dəhşətə gəlib oğlan ki, gecə gəlin yerini isladır. Döşəyi o üzrə çevirir, bu üzrə çevirir. Bu nədir? O ciddi bir xəstəlikdir, endometrioz xəstəliyidir. İnsanlar arasında lap uşaq vaxtından bəri müşahidə olunan xəstəlikdir. Görünür ki, bu xəstəlik uşaq vaxtından o xanımda olub, gizlədiblər, həkimə gətiriblər, müalicə eləməyiblər, buradan valideynlərə müraciət etmək istəyərdim. Belə bir problem olan qızları varsa, bu problemi gizlətmədən vaxtında həkimə gətirsin. Həlli var, müalicəsi. Bugün Milana Hospitalda xüsusi şöbə var ki, endometrioz şöbəsi. Biz orada bu xəstələrin müalicəsindən məşğul oluruq. 10-15 gün müddətində hospitalın daxilində götürülən müalicələr, xüsusi aparatların köməyi ilə ki, beyin siqnalı normallaşdırır, sidik hissəsinin hissiyatı normallaşdırır, bu iki sistem arasındakı əlaqə bərpa olunsun və insanlar bu utanç verici bir problemdən vaxtına azad olur və həyatlarını sağlam şəkildə Təşəkkürümü bildirirəm. Sənin də bunun müalicəsi varmış.